Günün ən mühüm hadisələrinin təqdimatı ilə ATV Xəbərin əsas buraxılışının efir vaxtıdır. Xoş gördük. Qudalar arasında dava zamanı qan töküldü. Gəldik ki, hamısı qanın içindədir. Kütləvi davaya nə səbəb olub? Xətai rayon ərazisində müəmmalı yanğın. Bir də baxdıq ki, əməli başlı od belə aldı, götürdü şeylədi. Üstü belə əməli başlı qalxdı yuxarı. Yanğını kim və nə üçün törədir? Bəzi marmelad məhsullarının tərkibində narkotik iddiası. Polis əhaliyə müraciət eləyib ki, onlar aldıqları məhsuldan şübhələnərlərsə, onu dükana deyil, polisə gətirsinlər. Söhbət hansı məhsullardan gedir? Qurban bayramına hazırlıq. Alan var, alıb saxlatdırır burada, bayram deyil, baxarır. Qiymətlər vətəndaşları qane edirmi? Prezident İlham Əliyev Qaraməriyə, İsmayıllı, Şəki magistralını Oğuz rayonunun Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndləri ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bu məqsədlə Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb. Qazaxıstanla əlaqələrimizin hazırki səviyyəsi məmnunluq doğurur. İki tərəfli gündəlikdə duran məsələlərin əhatə dairəsi günü-gündən genişlənir və yeni məzmunla zənginləşir. Eyni zamanda iki tərəfli müstəvidə olduğu kimi çox tərəfli əsasda da vacib məsələlərin həlli istiqamətində ölkələrimizin birgə fəaliyyəti və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi təqdirə layiqdir. Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevə göndərdiyi məktubda belə qeyd edib. Dövlət başçısı ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasının 20 illik münasibəti ilə təbrik məktubuna görə Qazaxıstanlı həmkarına təşəkkür edib. Mən də bu əlamətdar ildönümü münasibəti ilə sizə ən səmimi təbriklərimi çatdırıram deyə Prezident məktubda vurğulayıb. Raket və artilleriya qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib. Müdafiə Nazirliyi xəbər verir ki, texnikaların döyüşə hazır vəziyyətə gətirilməsi, atəş mövqelərinin tutulması üzrə tapşırıqlar icra olunub. Şərti düşmən hədəflərinin sərrast artilleriya atışları ilə məhv edildiyi təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Gəncədə qudaların mübahisəsi qanla nəticələnib. Qohumlar arasında kütləvi dava zamanı 6 nəfər xəsarət alıb, birinin vəziyyəti ağırdır. Qudaları düşmən edən səbəb nədir? Təfərrüatlar sıradakı sujetdə. Gəncənin Məsədi qəsəbəsində qudalar arasında davada soyuq silah işə düşüb. Nəticədə Kəlbəcər rayon sakini 45 yaşlı Əli Alişanov bıçaq xəsarətləri alıb. Onun həyat yoldaşı Aynur Alişanova və oğlu Alimə balta ilə müxtəlif xəsarətlər yetirilib. Onlar kələbeyin travması ilə xəstəxanaya yerləşdirilib. Gecə saat 2 idi, yatırdıq, qonşu zəngilər ki, sizin qapıda səs-küy gəlir. Durdum, qalıqdım, çıxanda gördüm küçəyə dalaşırlar. Qudalarla aralarında nə söhbətləri var, nə var, özləri bilirlər. Davaları var, nə razılıqları var. Burada da gəldik ki, hamısı qanın içindədir. Biz də hamımız yığıldıq, kömək elədik. Xəstəxanaya gedəsini xəstəxanaya apardıq. 4 aydır, 5 aydır qudadılar. Heç bir razılıq eşitməmişik. Dava zamanı qarşı tərəfdən 58 yaşlı Zakir Sadıqov və oğlu 26 yaşlı Elşən Sadıqov xəsarət alıb. Onların bədən nahiyəsində kəsici, deşici yaralar olduğu bildirilir. Təbibdən ATV xəbərə verilən məlumata görə Gəncə şəhər Birləşmiş Xəstəxananın nəzdində olan tibb müəssisələrinə müxtəlif bədən xəsarətləri ilə 4-ü kişi, 2-si qadın olmaqla 6 nəfər yerləşdirilib. Vəziyyəti qənaətbəxş hesab olunan 5 nəfər ambulator müalicə üçün evə buraxılıb. 58 yaşlı şəxsin müalicəsi isə reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır. Məsələ Daxili İşlər Nazirliyinin də diqqətindədir. Polis əməkdaşları tərəfindən hadisəni törətməkdən şübhəli bilinən şəxs 59 yaşlı Zakir Sadıqov saxlanılıb. Hazırda hadisənin motivləri və digər halların müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir. Faktla bağlı Gəncə Baş Polis İdarəsində cinayət işi başlanılıb. Mədənilik Nəcat, Sənan Bəhrəmli, Rüfət Bayramov, ATV Xəbər, Gəncə.
Astarada dostları ilə dənizdə çimən tələbə boğularaq həyatını itirib. Hadisə Azriba deyilən ərazidəki nəzarətsiz çimənlikdə baş verib. Lerikin Cəngəmiran kənd sakini Tunar Qafarovun nəşi sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Məlumata görə Tunar Astarada kollecin 1-ci kurs tələbəsi olub. Paytaxtda Təkər bazarında yanğın baş verib. Alovun daha da genişlənməsinin qarşısı alınsa da bəzi mağazalarda mallar tamamən yanıb. Sahibkarlara böyük məbləğdə zərər dəyib. Ətraflı sujetdə. Dünən gecə saatlarında Babək prospektində yerləşən Təkər Aləmi bazarında yanğın baş verib. Yanğın zamanı bir neçə sahibkara ziyan dəyib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bazar ərazisində bir-birinə bitişik tikilmiş mağazalarda baş verdiyi və havanın küləkli olması səbəbindən də yayılma riskinin yüksək olduğu müəyyən edilib. Yanğın söndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğının genişlənməsinə, o cümlədən bazar ərazisinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Bazarda baş verən yanğınla bağlı bazar rəhbərliyindən mövqe almaq istəsək də nədənsə sualımıza cavab verən tapılmadı. Yanğın nəticəsində bir damın altında tikilmiş ümumi sahəsi 200 kvadrat metr olan 3 avtomobil ehtiyat hissələrinin satışı mağazası da yanıb. Elşad Bayramoğlu, İlkin Məmmədov, Sənan Bəhrəmli, ATV Xəbər. Xətai rayonu ərazisində boş sahədə yanğın baş verib. Sakinlər deyir ki, əraziyə yığılan məişət tullantılarına kimsə od vurub. Külək alovu yayıb, nəticədə yaşıllığa da ziyan dəyib. Görüntülər Xətai rayonu Nəsrəddin Tusi 81 ünvanındakı həyətin yanğından sonraki vəziyyətini əks etdirir. Sakinlər iddia edir ki, yanğına səbəb əraziyə yığılan tullantının yandırılmasıdır. Onların sözlərinə görə özəl mülkiyyətdə olan boş ərazidə yanğın qəsdən törədilib. Kimsə gəldi burada, tam belə tanımıram. Taxtaları qoydu, köhnə tikintiləri. Onu yandırmaq istəyirdim. Bir də baxdıq ki, əməli başlı od belə aldı, götürdü, şeylədi. Üstü də belə əməli başlı qalxdı yuxarı. Məişət tullantıları bunun bu biri tərəfinə yığılmışdı. Bina sol tərəfinə yığılmışdı. İndi burada alaqotları olduğuna görə quruyub. İndi yanğın da get-gedə alıb, başalıb. 87 saylı mənzil kommunal istismar sahəsinin rəisi Elşən Əliyev deyir ki, ərazi özəl mülkiyyətdə olduğu üçün orada yığılan məişət tullantılarına görə onlar məsuliyyət daşımır. Ərazi özəl mülkiyyət olduğundan oranı təmiz saxlamaq məsuliyyəti də sahibkarın üzərinə düşür. 10 metrdir də, zibil yeri görürsünüz. Burada 12 dənə zibil yeşiyi var. Əgər bu zibil bura atılırsa, onda zibil yeri nə üçündür? İndi bura kimsə gətirir, nəysə atırsa, onu biz deyə bilmirik, görə bilmirik. Özəl mülkdür. İndi adam gəlsin, zaborun qaldırsın, bura heç kim heç nə atmasın. Elşən Əliyev deyir ki, baxımsızlıq ucbatından həmin ərazidə tüfeyli həyat sürən şəxslər də bir neçə dəfə yanğın törətməyə cəhd ediblər. Xatırladaq ki, yanğın zamanı yaşıllığa da ciddi ziyan dəyib. Xüsusilə də bir neçə nar ağacı tamamilə yanıb. Elşad Bayramoğlu, İlkin Məmmədov, Sənan Bəhrəmli, ATV Xəbər. Zaqatalanın Yuxarı Tala kəndində yerləşən təsərrüfatdan xırdaboynuzlu heyvanlar uğranıb. Fermerin müraciəti əsasında aparılan araşdırma nəticəsində 27 baş qoyunu uğurlamaqda şübhəli bilinən Murad Kələşov saxlanıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qəti imkan tədbiri seçilib, araşdırmalar davam edir. Paytaxtda və bölgələrdə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıb. Bir sürücü isə narkotik vasitənin təsiri altında sükan arxasına keçib. Abşeronda narkotik vasitələrin dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı 29 yaşlı Arzu Bayramova saxlanılıb. Onun üzərindən 3 kiloqramdan çox marixuana aşkarlanıb. Şübhəli şəxs ifadəsində sosial şəbəkədə tanış olduğu İran vətəndaşının ona narkotik maddəni ünvanlara çatdırmaq müqabilində yüksək pul vəd etdiyini bildirib. Tanımadığım İran vətəndaşından narkotik vasitə alıb satarkən Saray Polis bölməsi ilə əməkdaşları tərəfindən saxlanılmışam. Qubada isə narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən rayon sakinləri Aydın Kazımov və Tofiq Bədəlov saxlanılıb. Onlardan ümumilikdə 5 kiloqram marixuana, 1 kiloqram heroin və həblər aşkar edilərək götürülüb. Narkotik vasitənin təsiri altında mikroavtobus idarə edən sürücü də ifşa olunub. Stasionar posta yoxlama nəzarət qaydasında saxlanılan mikroavtobusun sürücüsü Hafiz Piriyevin sənədləri yoxlanılarkən hərəkətləri şübhə doğurduğundan o tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı Hafiz Piriyevin narkotik maddə qəbul etməsi müəyyən edilib və o narkotik
istifadəçisi olduğunu etiraf edib. Hafiz Piriyevin məhkəmənin qərarı ilə sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 1 ay müddətində inzibati qaydada həbs olunub. Sənan Bəhrəmli, ATV Xəbər. Sabunçu rayonunda narkotik vasitə dövriyyəsi ilə məşğul olan 42 yaşlı Kərəm Məmmədov və 33 yaşlı Səidə Cavadova saxlanıb. Onların birgə yaşadıkları mənzildə 11 kiloqrama yaxın marixuana, psixotrop maddə, metamfetamin aşkarlanıb. Kərəm Məmmədovun yaşadığı digər ünvana baxış zamanı bir ədəd Makarov tipli tapança, daraq və bir neçə patron da aşkar olunaraq götürülüb. Faktla bağlı cinayətçi başlanıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Bəzi marmelat məhsullarının tərkibində narkotik maddə olması iddiaları sosial şəbəkələrdə son günlər müzakirə mövzusudur. Söhbət Haribo məhsullarından gedir. Bəzi ölkələrdə bu şirkətə məxsus marmelatların tərkibində narkotik təsirə malik maddələrin aşkarlandığı bildirilir. Belə məhsulları uşaqlar çox sevdiyindən əlbəttə ki, ciddi narahatlıq doğurur. İddialar nə dərəcədə əsaslıdır? Əməkdaşlarımız mövzunu ətraflı araşdırıb. Bir sıra Avropa ölkələrində, xüsusən Niderland, Belçika və Lüksemburqda Haribo şirkətinə məxsus bəzi məhsullarda narkotik maddə aşkarlanması iddiaları narahatlıq doğurur. Söhbət şirniyyat məhsullarından gedirsə və deyilənlər həqiqətdirsə, deməli daha çox uşaqlar üçün təhlükə var. Vətəndaşlar deyir ki, ümumiyyətlə belə məhsulların zərərləri barədə çox danışılıb. Bunu hər kəs bilir, amma son yayılan söhbətlər narahatlığı daha da artırır. Son dönəmlərdə də onlarda narkotik maddələrin olunduğu aşkar olunur. Sosial mediadan belə eşitmişik. Bunu görəndən sonra da artıq ümumiyyətlə verməyi düşünmürəm. İstəyi olur əlbəttə, amma almıram da. Səbəbi odur ki, ziyandır. Yayılan iddiaların nə dərəcədə əsaslı olduğunu Avropa büromuzun müxbiri araşdırmağa çalışıb. Polis əhaliyə məsələ ilə bağlı müraciət edib. Niderlandın qonşusu olan Almaniyada da bu mövzu hazırda mediada və sosial şəbəkələrdə geniş müzakirə olunur. Hətta polis əhaliyə müraciət eləyib ki, onlar aldıqları məhsuldan şübhələnərlərsə, onu dükana deyil, polisə gətirsinlər və polis artıq bu barədə araşdırmaya başlayacaq. Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, Haribo marmelatlarının Niderlandda satışının qadağan edilməsi və geri çağırılması ilə bağlı yayılmış məlumatlar əsasında müvafiq araşdırmalar aparılıb. Uyğunsuzluq aşkarlanan həmin məhsul partiyaları ölkəmizə idxal olunmayıb və bununla bağlı ölkəmizdə heç bir narahatlığa əsas yoxdur. Qida Təhlükəsizliyi üzrə ekspertlər isə ümumiyyətlə belə məhsullardan istifadəni minimuma endirməyi tövsiyə edir. Bu məhsulların tərkibində yüksək miqdarda şəkər, glukoza və fruktoza siropu, sintetik rəngləyicilər, xüsusilə uşaqların sağlamlığına ciddi ziyan vurur. Onlar piylənmə, ürək-damar xəstəlikləri, diabet və hətta xərçəng riskini artırır. Buna görə də valideynlər uşaqların qidalanmasına nəzarət etməli, sağlam qidalanma vərdişlərini təşviq etməlidir. Unutmayaq, sağlam həyat sağlam qidalanmadan asılıdır. Nurlan Şiraliyev, Şahin Abbasov, Amil Əliyev, Nimət İskəndər, ATV Xəbər. İçəri şəhərin nadir tarixi simasını qorumaq, burada yaşayan sakinlər və ziyarətçilər üçün daha sakit, təhlükəsiz, piyada yönümlü bir mühit yaratmaq məqsədi ilə nəqliyyatın hərəkəti ilə bağlı bəzi yeniliklərin tətbiqinə başlanıb. Avtomobillərin parklanması üçün yeni tariflər müəyyən edilib. Ətraflı sujetdə. Qoruq ərazisində rahat hərəkətin təmin edilməsi məqsədi ilə nəqliyyat vasitələrinin burada eyni anda olma sayı 300 avtomobillə məhdudlaşdırılıb. Ərazidə maşın sayı müəyyənləşdirilmiş limiti keçmədiyi halda burada yaşanmayanların qoruq ərazisinə girişi aşağı tariflərlə həyata keçirilir. Belə ki, ilk 15 dəqiqə üçün 3 manat, növbəti saatdan isə 5 manat nəzərdə tutulub. Hazırki tariflər isə sürücüləri qane etmir. Əslində 15 dəqiqə pulsuz olma. Buranı çox baha ediblər. Sadəcə Gül xanıma verib çıxacam. Klient düşürdüm, çıxıram. Yəni ona görə 3 manat ödəyəcək? Bəli, bəli. Bu da sizə qaynəmir? Əlbəttə ki, qaynəmir. Heç olmasa 15 dəqiqə pulsuz eləməlidir çıxmağa, girib çıxmağa görə. Mənə sərf etməz ki, 3 manat verəm. 15 dəqiqədən ötürü, yəni 5 dəqiqə keçəcəmsə buradan, hətta 2 dəqiqə keçəcəmsə 3 manat ödəməliyim. Maraqlıdır ki, hər yerdə parklanmanın ilk 15 dəqiqəsi pulsuz olduğu halda niyə burada ödənişlidir? Bu qaydalar ona görə həyata keçirilir ki, içəri şəhərə kifayət qədər az maşın daxil olsun. Burada həm tarixi simasını qorumaq, həm burada sakinlər yaşayır, həm turistlər gəlir. Avtomobillər sıx olduğu halda təbii ki, hərəkətlərdə məhdudiyyətlər olur. Yəni biraz uşaqlar üçün
təhlükəli ola bilər. Zərurət olmadığı halda avtomobillə gəlməsinlər içəri şəhərə. Qiymətlərimiz eynidir, istər həftə sonları, istər adi günlərdə. Yeni tənzimləməyə əsasən ödənişlər yalnız nağdsız qaydada Azparking və ya post terminalına mümkündür. Qeyd edək ki, qoruq ərazisində yaşayan sakinlər üçün parklanma ödənişsizdir. Ağcəl Əsgərli, Rahib Səfərov, ATV Xəbər. Qurban bayramına az qalıb və bayram ərəfəsində hər kəs qurbanlıq heyvanların qiyməti ilə maraqlanır. İndidən qurbanlıq alanlar da var, sifariş verənlər də. Bəs qiymətlər necədir, vətəndaşları qane edirmi? Sualların cavabı sujetdə. Artıq Qurban bayramına sayılı günləri qaldığından şəhərin bir çox nöqtəsində xırdabuynuzlu heyvanların satışa çıxarıldığını müşahidə edirik. Satıcılar deyir ki, qiymətlərdə ötən ilə müqayisədə artım var. Qoyunların qiyməti müştərilərə istəyə görə təklif edilir. Ancaq bu il satıcılar alıcı azlığından gileylənir. Elə adam var qurbanlıq üçün bütöyə aparır, elə adam var çəki ilə aparır. Kəsdirir, aparır. 9 manat 50 qəpik diri çəki. Belə kəsib verəndə 18 manat 50 qəpik. Qurbanlıq qoyunlar 9 manat 50 qəpiyə, 9 manata, 8.50-yə, ona hər qiymətə var. İndən gəlib heç maraqlananlar var. Bəli, gəlib maraqlananlar. Maraqlanıb gedirlər, alan var, alıb saxlatdırır burada, bayram deyə gəlib aparır. Çoxdur mu alıcılar artıq? Nisbətən keçənlərə baxanda biraz bu il azdır. Çox zəiflidir. 3 dənə amma belə kraskalanıb saxlamışıq ki, Qurban bayramı günü gəlib aparacaqlar. Əvvəllər necə idi? Əvvəllər bu vaxtı? Əvvəllər bu vaxtı 30 dənə, 40 dənə nişanlanmışdı. Gəlib ayın 6-sı Qurban bayramı vaxtı gəlib aparırdılar. Çəkiliş apardığımız zaman bəzi alıcıların indidən qiymətlərlə maraqlandığının şahid olduq. Amma hələ ki, tərəddüd içində qaldıqlarını deyirlər. Necə almaqsınız? Diri almaqsınız, yoxsa elə kəsib çəkir? Biz həmişə diri aldıq da. Aldıq kəsirik. İndiki diri quzular sərf edir qiymət? Bugünkü gündə sərf eləmir. Bölgələrdə olan satıcıların sözlərinə görə tələbat əsasən çəkisi az olan heyvanlaradır. 12 kilo istəsə düşür 260 manata, 15 düşür 320 manata, 330 manata. O verirlər sifariş Qurban günü aparıcılar ayın 6-sızadır. Biraz zəifdir keçən il nisbətən, şükür Allah yenə. Keçən ildən bu ildə qiymət fərqi var. Kilosuna görə qiymətləri dəyişilir. Quzu ətinin kiloyu 20-21 manata düşür. Qoyun əti 15 manata, qoç əti 17 manata. Qoyun almağa gəlmişik. Qiymətlər valla keçən illəri biraz ucuz idi. 190-200 manata idi. 10 kilo məsələn quzular. Bu illəri biraz artım hiss olunur. 6 ayını keçən quzular 15 kilo, 16 kilo təxmini 270 manat, 280 manat belə civarda olur. Qiymətlər belə uyğundur. Bu günə görə uyğundur. Biraz aşağı düşsə yaxşı olar. Yəni cəmaət dolana bilsin. Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu il ölkə üzrə 126 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 70-də kəsim və satış, 29-da qurbanlıq heyvanların yalnız satışı, 27-sində isə ancaq heyvan kəsimi xidmətləri təklif olunacaq. Əkbər Əlizadə, Azər Nağıyev, Zahir İsmailov, Mədənik Nəcat, Sənan Bəhrəmli, ATV Xəbər. Yeri gəlmişkən Qurban bayramı yaxınlaşdıqca heyvan kəsimi ilə bağlı məsələlər aktuallaşır. Media nümayəndələrinə qurbanlıq ət kəsim məntəqələrinə baxış keçirmək imkanı yaradılıb, onları maraqlandıran suallar cavablandırılıb. Sabunçu rayonu Zabrat qəsəbəsində fəaliyyət göstərən bu məntəqədə iri və xırda buynuzlu heyvanların kəsimi həyata keçirilir. Burada ölkənin istənilən yerindən heyvan gətirən sahibkar əlini heç nəyə vurmadan tibbi yoxlanışdan keçmiş sağlam ət aparır. Amma bu mərhələyə qədər də cütdırnaqlılara qapalı yerlərdə mütəxəssislər xüsusi qayğı göstərirlər. Kəsim üçün mərkəzə gətirilən heyvanlar ilk olaraq bu məntəqədə yoxlanılır. Yəni xəstə olub-olunması ilə bağlı heyvana vizual baxış keçirilir. Əgər heyvanda şübhə doğuran məqamlar varsa, kəsim məntəqəsinə deyil, bu ərazidə karantin vəziyyətində saxlanılır. Həmin mərkəzdə isə heyvanı baytarlar tibbi yoxlanışdan keçirir. Əgər heç bir xəstəlik aşkar olunmasa, birbaşa kəsim şöbəsinə göndərilir. Ət kəsim məntəqələrində qurbanlıq heyvanlar İslami qaydalara uyğun formada kəsilir, yəni üzü qibləyə bismillah deyilərək. Prosedurlar isə, yəni gigiyenik qaydalara tam nəzarət edilir. Onu da qeyd edim ki, kəsimdən əvvəl diri heyvanların üzərində identifikasiya kodları olur. Kəsimdən sonra bu kodlar cəmdəklərə vurulur. Bu il həmçinin işğaldan azad edilən ərazilərdə də səyyar ət kəsim məntəqələri fəaliyyət göstərəcək. Aradakı kəsim məntəqələri yoxdur. Həmin yerdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar formalı çadır tipli kəsim məntəqələrindən istifadə olunacaq. Bu məntəqələr Zəngilan, Cəbrayıl, Füzuli, Şuşa, Ağdərə, Babək, Şərur və Ordubad rayonlarında, eyni zamanda Bakı şəhərində 2 yerdə və Quba şəhərində yaradılacaq. Qeyd edək ki, kəsimdən sonra da artıq hazır vəziyyətdə olan ətin istehlaka yararlı olub-olmadığı yoxlanılır. Bunun üçün Qida Təhlükəsizliyi İnstitutunun mobil laboratoriyaları fəaliyyət göstərəcək. Əkbər Əlizadə, Əziz Əzizov, Əhməd Məmmədov, ATV Xəbər.
Müstəqillik əldə ediləndən sonra gəlir vergisinin dövlət büdcəsində ən yüksək payı ötən il qeydə alınıb. 1 milyard 839 milyon manat. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü iclasında 2024-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı bu barədə məlumat verib. Bildirib ki, fiziki şəxslərin gəlir vergisi üzrə daxil olmaların artması sosial göstərici kimi mühüm əhəmiyyət kəsb edir. Son 5 ildə intervalla həm dövlət büdcəsi, həm də əmək haqqı xərcləri demək olar ki, büdcə xərclərinin ümumi artımına uyğun templə gedib. Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verdi. Dövlət büdcəsindən əmək haqqı xərcinin artması, büdcədə gəlir vergisi üzrə daxil olmaları artırmaqla bərabər, Dövlət Sosial Müdafiə Fondu, İşsizlikdən Sığorta Fondu və İcbari Tibbi Sığorta Fondu kimi 3 sosial xarakterli büdcədən kənar dövlət fonduna ödənilən məbləğlərin də artmasına səbəb olmuşdur. Yəni, əmək haqqı artımı sosial rifah göstərici olmaqla yanaşı, həm də sosial xarakterli büdcədən kənar dövlət fondlarının əhəmiyyətli gəlir mənbəyidir. Hökumətin ötən ilki qənaətbəxş fəaliyyətini dövlət büdcəsi şərtləndirib. Aparılmış müzakirələrin və təhlillərin nəticələri 2024-cü ilin büdcəsini ölkəmizin iqtisadi inkişafına, əhalinin sosial rifahına və milli maraqlarımıza xidmət edən maliyyə sənədi kimi xarakterizə etməyə imkan verir. Azərbaycanda 10 il qabaq qəbul edilmiş elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb. Millət vəkili Əli Məsimli dedi ki, dövlət büdcəsində elm xərclərinin payı 0,5%, təhsil xərclərinin payı isə 3,5% təşkil edir. Hədəf qoyulmuşdur ki, artıq 2020-ci ilə qədər olan dövrdə deməli elmə ayrılan vəsaitin daxili məhsul 5-6%-nə çatdırılması. İndi isə təqribən 2 dəfə aşağıdır. Eyni zamanda deməli təhsil sahəsində çalışanların əmək haqqlarının orta əmək haqqından yuxarı olması. Təhsildə çalışanların əmək haqqı orta əmək haqqından aşağıdır. Deməli, qoyulan hədəflər yerinə yetirilmir. Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bildirdi ki, həmkarı Əli Məsimli büdcənin icrası ilə bağlı səhv rəqəmlər səsləndirdi. Əli müəllim büdcənin 3,5%-nin təhsilə ayrıldığını bildirdi. Amma hesab edirəm, burada oturanlar bilirlər, büdcənin 4,4 milyardı, yəni təxminən 12%-i büdcə təhsilə ayrılıbdır. Sadəcə olaraq bu diqqətsizlik olmasın deyə bunu bildirmək istədim. Müzakirələrdən sonra dövlət büdcəsinin icrası haqqında qanun layihəsi birinci oxunuşda qəbul edildi. Turanə Tağızadə, Samir Gülməmmədov, ATV Xəbər. Yaxın 2 ildə Azərbaycanda 10 günəş və külək elektrik stansiyası istismara veriləcək. Bu barədə Energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda məlumat verib. SOCAR-ın prezidenti Rövşən Nəcəf isə bildirib ki, ölkədə elektrik enerjisinin ixrac infrastrukturu yaradılacaq. Bu istiqamətdə Mərkəzi Asiya və Avropadakı partnyorlarla bir neçə sənəd imzalanıb. Bu ilin sonuna qədər 240 meqavat gücündə külək elektrik stansiyası istifadəyə veriləcək. Bu il 200 meqavat gücündə 3 günəş elektrik stansiyasının tikintisinə də başlanılacaq. Bu barədə Bakı Enerji Forumunda Energetika naziri Pərviz Şahbazov məlumat verdi. Biz təkcə mənbə və marşrutlar üzrə deyil, eyni zamanda enerji növləri üzrə şaxələndirməyə olan yanaşmamızı genişləndiririk. Yaxın 2 il ərzində yaşıl energetikanın ilk inkişaf mərhələsi başa çatdırılacaq. 10 günəş və külək elektrik stansiyası istismara veriləcək. Ümumi investisiya həcmi 2,7 milyard ABŞ dolları təşkil etməklə 2027-ci ilə qədər Azərbaycanın quraşdırılmış enerji gücündə bərpa olunan enerji mənbələrinin payı 33,7%-ə çatacaq. Bu payı 2030-cu ilə qədər 38%-ə, 2035-ci ilə qədər isə 42,5%-ə yüksəltməyi planlaşdırırıq. Azərbaycan bugün neftini 25, təbii qazını isə 12 ölkəyə ixrac edir. Ötən il Azərbaycanın neft ixracının 75%-dən çoxu, təbii qaz tədarükünün isə 51%-i Avropa ölkələrinə yönəlib. SOCAR-ın prezidenti Rövşən Nəcəf qeyd etdi ki, Azərbaycanın enerji baxımından unikal imkanları var. Neft və qaz kəşfiyyatına investisiya qoyuruq. Çünki 10 il sonra da ənənəvi yanacağa ehtiyac olacaq. Biz ən yaxşı texnologiyalardan istifadə edir və karbonsuzlaşdırmaya üstünlük veririk. Azərbaycan yalnız ənənəvi enerjiyə deyil, bərpa olunan enerjiyə də investisiya qoyur. Tədbirdə qeyd olundu ki, ölkədə 2
2030-cu ilə qədər 6 giqavatdan çox yaşıl enerji istehsal olunacaq, bunun 4 giqavatı ixrac ediləcək. Yaşıl enerjinin ixracı mərhələli olaraq Xəzər-Qaradəniz-Avropa dəhlizi vasitəsilə həyata keçiriləcək. Azərbaycan 2035-ci ildən sonra hidrogen istehsalına başlayacaq. Ülkər Əliyeva, Rahil Bəhluzadə, Ağcəl Əskərli, ATV Xəbər. Tarix boyu elm istismar vasitəsi kimi istifadə olunub. Koloniyalaşdırılmış ölkələrdən bilik və resursların çıxarılması yolu ilə imperial güclər elmdən də öz maraqlarına uyğun istifadə edib. Köləlik dövründə Karib hövzəsində və Amerikada yaşayan insanların ixtiraları və biliklərinin uğurlanması buna bariz nümunədir. İmperial quruluş, müstəmləkəçilik ideologiyaları və reallıqlar mövzusunda beynəlxalq elmi konferansda qeyd edilib ki, bugün elmi tədqiqatlarda və texnologiyada keçmiş və mövcud imperialist güclərin üstünlüyü davam edir. Dünyada irqçilik, bərabərsizliklərə qarşı heç kim tam immunitetə malik deyil. Hazırda miqrasiya məsələləri siyasi məqsədlərlə alətə çevrilmiş insan hüquqları, irqçilik və xüsusilə ksenofobiya qlobal çağırışlara çevrilib. İmperial quruluş, müstəmləkəçilik ideologiyaları və reallıqlar mövzusunda baş tutan beynəlxalq elmi konferansında məqsədi müstəmləkə ideologiyalarının necə formalaşdırıldığını, həmçinin onların təsirlərinin bugünkü qlobal dinamikanın necə formalaşdırmağa davam etdiyini dərindən anlamağa şərait yaratmaqdır. Cari problemlərdən biri o idi ki, müstəmləkə əsarəti altında olan xalqların səsləri nə beynəlxalq təşkilatlarda, nə də dünya ictimaiyyətinin diqqətinə çatdırılırdı. Bakı təşəbbüs qrupu ona yaxın beynəlxalq konfransı BMT-nin qərargahlarında həyata keçirmişdir. Son statistik göstəricilər onu göstərir ki, müstəmləkə əsarətində olan bütün ərazilərin səsləri dünya ictimaiyyətə çatdırılmışdır. Konferansda diqqət çəkən mövzulardan biri elmi irqçilik oldu. Vurğulandı ki, müstəmləkəçi ölkələrin elmdə və hüquqda üstün, digərlərinin isə aşağı olduğunu iddia edən nəzəriyyələr tarixən ağ irqin nümayəndələrinin üstünlüyünün elmi əsaslarla təbliği üçün istifadə olunub. Bununla mübarizədə beynəlxalq təşkilatların da rolu böyükdür. Hazırda BMT çərçivəsində fəaliyyət göstərən Dekolonizasiya Komitəsi ölkələrin müstəqilliyə hazır olub-olmadığını qiymətləndirir. Amma şəxsi mövqeyimə görə bu qiymətləndirmə prosesi əksər hallarda müstəmləkəçi ölkələrin maraqlarına xidmət edir. Əsas maraqlı tərəflər olan müstəmləkə altına alınmış xalqların bu meyarların müəyyən edilməsində iştirakının azlığı ciddi problemlər yaradır. İrəliləyən Afrika, böhran içində olan Afrika, bu cür ifadələr təkcə qərəzli deyil, həm də postkoloniya dövrü Afrika dövlətlərinin müstəqillik və identiklik uğrunda mübarizəsinə qarşı laqeyd bir yanaşmanı əks etdirir. Biz sanki müstəqil bir ölkədə yaşayırıq, amma əslində heç vaxt tam müstəqillik qazandığımız hiss olunmur. Müstəqil ölkə ifadəsi sanki real bir varlıqdan çox bir məqsəd, bir arzu kimi qalır. Görünən odur ki, keçmiş koloniyalara qarşı yanaşmalar hələ də dəyişməyib. Bugünkü dünyada bu cür düşüncələrin ifşası və tənqidi vacibdir. Bu təkcə akademik məsələ deyil, həm də beynəlxalq münasibətlər, tarixi ədalət və qlobal cəmiyyətin gələcəyi ilə bağlı məsuliyyətli mövqedir. Mələk İnqilablı, Şəhriyar Əhmədli, ATV Xəbər. Azərbaycan Cinayət Məcəlləsini sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. İclasın əvvəlində təqsirləndirilən Ruben Vardanyan məhkəməyə müraciət edərək təqsirləndirildiyi cinayət işi üzrə ittiham aktının sürətinin ailəsinə təqdim olunmasını xahiş edib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək deyib ki, Cinayət Prosessual Məcəlləsinə əsasən cinayət təqibi zamanı ibtidai araşdırma məlumatları, o cümlədən cinayət işi materialları və ittiham aktında qeyd olunanlar istintaq sirrini təşkil etdiyindən yayılması yol verilməzdir. İttiham aktında cinayət prosesi iştirakçılarının şəxsi və ailə sirrini təşkil edən məlumatlar var ki, bu məlumatların yayılması qanunvericiliklə yol verilməsi hesab edilir. Bundan başqa vurğulanıb ki, Cinayət Prosessual Məcəlləsində ittiham aktının və onun sürətinin verilməsi mümkün olan şəxslərin siyahısı konkret göstərilib və təqsirləndirilən şəxsin ailə üzvləri həmin siyahıya daxil deyil. Hakimlər Kollegiyası yerində müşavirə edərək vəsatətin təmin olunmaması barədə qərar qəbul edib. Daha sonra zərər çəkən şəxslərin ifadələri dinlənib. Zərər çəkənlər Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin
şəxslərinin törətdiyi cinayətlər barədə danışıb. Məhkəmə prosesində zərər çəkmiş şəxslərin barələrində keçirilən məhkəmə tibbi ekspertizasının rəyləri də elan edilib. Məhkəmənin növbəti iclası iyunun 10-una təyin olunub. Ermənistan baş naziri Nikol Paşinyanla bütün ermənilərin katolikosu 2. Qaregin arasında qalmaqal böyüyür. Baş nazir hesab edir ki, Qaregin subaylıq andını pozub. Bildirib ki, katolikosun şəxsi həyatı ilə bağlı məsələni ona görə qaldırır ki, bunu dövlətin təhlükəsizlik problemi kimi görür. Bu səbəbdən də baş nazir komanda üzvlərinə regional yeparxiyaların rəhbərlərinin ictimaiyyətdən gizlədilən fəaliyyətlərinə dair məlumatları toplamağı tapşırıb. Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, bütün ermənilərin katolikosu 2. Qaregin erməni cəmiyyətini aldadır. Dünən bu barədə paylaşım edən Paşinyan bugün də ittihamlarını təkrarlayıb. Əgər məlum olsa ki, 2. Qaregin subaylıq andını pozub, onun övladı var, deməli o, bütün ermənilərin katolikosu ola bilməz. Kilsə 2. Qareginin övladının olub-olmadığına aydınlıq gətirməlidir, deyə Paşinyan sosial şəbəkə hesablarında Qareginə qarşı sərt ittiham irəli sürüb. Erməni mətbuatının yazdığına görə, Paşinyan istisnasız olaraq bütün partiya üzvlərinə Erməni Apostol kilsəsinin regional yeparxiyalarının rəhbərləri haqqında da kompromat toplamağı tapşırıb. O, Qərbi Zəngəzur və Lori yeparxiyalarının ruhaniləri ilə bağlı gizli olan faktların tapılmasını xüsusilə vurğulayıb. Ermənistanın baş nazir aparatı rəhbərinin müavini Taran Çaxayan bildirib ki, Eşmiyyətin kilsəsi bütün ermənilərin katolikosunun övladının olub-olmadığını inkar etməyib. Bunun əvəzinə kilsə məsələlərinin kilsə qaydaları ilə həll olunduğunu bəyan edirlər. Başqa sözlər, demək istəyirlər ki, bu sizin işiniz deyil, biz qərar verəcəyik. Kilsənin konkret bir nizamı yoxdur. Həm Tanrıya yalandan and içirlər, həm də katolikos qala bilirlər, deyə Çaxoyan qeyd edib. Hakim partiya katolikosu Rusiya cəsusluqda itham edir. Vətəndaş Müqaviləsi Partiyasının deputatı Alxaz Qazaryan bildirib ki, Qaregin kilsənin nüfuzuna zərbə vurur və xarici qüvvələrin gündəminə xidmət edir. 2. Qaregin unudub ki, o kilsəni siyasi proseslərə cəlb edib. Özünün müqəddəslərindən birini siyasi arenaya göndərib. Bu cəhdlərin uğursuzluğu bir daha onların real ictimai nüfuzunu göstərir. 2. Qaregin üçün siyasi sular bulanıqdır. O, siyasi səhnəyə çıxmaqla kilsə ilə dövlətin ayrılması prinsipini pozanda düşünməli idi ki, ona dini yox, siyasi dillə cavab veriləcək, deyə hakim partiyanın deputatı bildirib. Xatırladaq ki, Paşinyanla erməni kilsəsi arasında münasibətlər son illərdə, xüsusən də Katolikosun 44 günlük müharibədə Azərbaycana məğlubiyyətə görə Ermənistan hakimiyyətini kəskin tənqid etməsi və hökumət nümayəndələrinin buna görə Qareginin istefasını tələb etməsi səbəbindən pisləşib. Bəxtiyar Fətullayev, ATV Xəbər. Ukrayna Silahlı Qüvvələrinin baş qərargahı Rusiyanın 12 döyüş təyyarəsini məhv edib. Qurumun sosial media hesabında qeyd olunub ki, son sutka ərzində Rusiya işğalçılarının itkiləri 1100 nəfər olub. Ukrayna əskərləri 7 tank, 8 zirehli döyüş maşını, 48 artilleriya sistemi, 126 PUA və 145 hərbi texnikanı zərərsizləşdirib. Ukrayna ordusunun baş qərargahından bildirilib ki, son sutka ərzində cəbhədə ümumilikdə 142 toqquşma qeydə alınıb. Bu arada Ukraynanın Milli Təhlükəsizlik Xidməti xüsusi əməliyyat keçirib, Krım körpüsünü partladıb. Məlumata görə Krım körpüsünə hücum su altından həyata keçirilib. Körpünün dayaqları 1100 kiloqramlıq mina ilə partladılıb. Krım körpüsünə hücum gün ərzində 2 dəfə həyata keçirilib. Körpünün qəzalı vəziyyətdə olduğu vurğulanır. Əməliyyata hazırlığın bir neçə ay davam etdiyi açıqlanıb. Qeyd olunub ki, Milli Təhlükəsizlik Xidmətinin rəisi əməliyyata şəxsən nəzarət edib və onun planlaşdırılmasını koordinasiya edib. Rusiya ordusu isə Ukraynanın Sumi şəhərinə hücum edib. Nəticədə 3 nəfər həyatını itirib, 20-yədək mülki şəxs yaralanıb. Dağıntıların miqyası və zərər çəkənlərin sayı haqqında məlumat dəqiqləşdirilir. Amerika Birləşmiş Ştatları Suriyada 2 hərbi bazanı bağlayıb. Daha bir baza isə ölkədəki hərbi mövcudluğunun azaldılması çərçivəsində Suriya Demokratik Qüvvələrinin nəzarətinə verilib. Bu barədə Pentagonun nümayəndəsi Səudiyyə Ərəbistanının Əl-Ərəbiyyə telekanalına bildirib. Qeyd edilib ki, Birləşmiş Ştatlar komandanlığı bir neçə həftə ərzində Ərəb Respublikasından təxminən 500 hərbiçisini çıxarıb. Egey dənizində baş verən 5,8 bal gücündə zəlzələ Türkiyədə daha güclü hiss olunub. Nəticədə bir nəfər həyatını itirib, 69 nəfər yaralanıb. Təşviş keçirən 14 yaşlı yeniyetmə həyatını itirib. Xəsarət alanlar da zəlzələ zamanı təşvişə düşən və yüksək mərtəbələrdən tullananlardır. Məlumata görə yeraltı təkanlar İzmir, Antalya və əksər vilayətlərdə hiss olunub.
Pakistanın Kəraçi şəhərindəki Malir Dairə həbsxanasından 213 məhbus zəlzələ zamanı təxliyə ediləndən sonra qaçmağa müvəffəq olub. Pakistan polisinin məlumatına görə asayiş keşikçiləri ərazini mühasirəyə alıb. Nəticədə 78 məhbus saxlanıb, bir nəfər atışma zamanı öldürülüb, 3 təhlükəsizlik əməkdaşı yaralanıb. Bildirilir ki, zəlzələ zamanı ümumilikdə 2000-dən çox məhbus təxliyə olunub. Ölkəmizə qaydırıq. Günün ikinci yarısından Xankəndi şəhərinə və ətraf yaşayış məntəqələrə küləklə müşahidə olunan leysan xarakterli yağış yağıb, dolu düşüb. Yollara yığılan yağış suları hərəkətdə çətinliklər yaradıb. Məlumata görə qeyri-sabit hava şəraiti şəhər təsərrüfatına ziyan vurmayıb. Elektrik enerjisi, içməli su və mavi yanacaq verilişində məhdudiyyət yaranmayıb. Aprel-may aylarında intensiv yağıntılar səbəbindən qurunç sularının səviyyəsinin artması torpağın şoranlaşmasına səbəb olur. Həm əkin, həm də otlaq sahələrində el dili ilə desək duzdaşma prosesi baş verir. Yəni torpaqlar ağarır. Bu problemin qarşısı alına bilərmi? Ətraflı sujetdə. Örüş sahəsidir, hamısı şoranlaşır. Yağış yağan kimi bu quru sularda qalxır, uzağı bir 10 gün, 15 gün təmiz bura yanıb gedir. Kanallar qazılmalı, ancaq şirəkeşlər qazılmalı. Göyçayın Məlikkənd kəndində fermerlərin həyəcan təbili çalmasına səbəb son günlər aramsız yağan leysan nəticəsində təsərrüfat sahələrində qurunç sularının səviyyəsinin qalxması və torpaqda şoran təbəqə yaratmasıdır. Mövcud vəziyyət həm məhsuldarlıqda, həm də heyvandarlıq sahəsində öz mənfi təsirini göstərir. Örüş sahələrimizdə də xüsusilə bax bu qurunç sularının üzə çıxması nəticəsində örüş sahələrində, otlaq sahələrində də otların olmamasına səbəb olur. Korroziyaya uğrayır torpaq, şoranlaşır. Örüş üçün, malqara üçün otlaq sahələri məhv olub gedir. Əkin sahələrimiz şoranlaşır. Vaxtı-vaxtında əkdiyimiz məhsulu istənilən sentinəyə götürə bilmirik. Əsas əkdiyimiz xurma ağacları, alça ağacları, obisi əkinlərdən yonca, taxıl. Yağan su çəkilmir, taxılın içində, yoncanın içində göllənir, şoranlaşır. Şoranlaşma ilə əlaqədar da biz məhsul götürə bilmirik. Baş Şirvan kollektorunun istismarı idarəsindən bildirildi ki, mövcud vəziyyətdən xəbərdardılar və artıq kollektorlarda lildən təmizləmə işlərinə başlanıb. Məqsəd qurunç sularının əkin sahələrindən kənarlaşdırılmasıdır. Üzərində durduğumuz kollektor Göyçayın 2250 hektar təsərrüfat sahələrinə xidmət göstərir. Lildən təmizləmə işləri rayonumuzun ərazisində mərhələli şəkildə davam etdirilir. Hal-hazırda işlər Şəhadət Qarabağlar kəndi ərazisindən keçən kollektorlardan birində aparılır. Səadət Ayaz qızı Samir Cəbiyev, Sərdar Əliskəndərli, ATV Xəbər, Göyçay. Son 2 gün kontakt mağazalar şəbəkəsində 50%-ədək isti endirimlərin bitməsinə çox az qalıb. Ətraflı sujetdə. Yayın ilk günləri kontaktın qucaq dolusu endirimləri ilə səpsərin keçir. Lakin artıq sadəcə 2 gününüz var ki, arzusunda olduğunuz o məhsulları nağd alışda 50%-ədək endirimlə əldə edəsiniz. Üstəlik, bu kampaniya müxtəlif məhsul kateqoriyalarını, smartfonlardan məişət texnikasına, ev tekstilindən mebelə qədər geniş çeşid əhatə edir. Bitmədi. Burada rahat kredit şərtləri ilə məhsulun endirimli qiymətini 24 ayədək bölüb hissəli ödəmə imkanı da mümkündür. Yəni, iyunun 5-nədək 128 GB iPhone 13 smartfonunu ayda 76 manat, sürəti saatda 25 km olan Xiaomi skuterini ayda cəmi 39 manat, 205 litr həcmə malik Hisense soyuducusunu ayda 19 manat, 20-30 kvadratmetr sahəni əhatə edən Hoffman kondisionerini 25 manat ödəmə ilə ala bilərsiniz. Odur ki, gecikməyin. Qucaq dolusu sevinc üçün kontakt mağazalarına və ya kontakt az saytına elə indi baş çəkin. Günün idman yeniliklərini Nicat Babayev çatdıracaq. Mən sizdən sağollaşıram. Hər şey könlünüz olsun. Salamat qalın.